Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya vəl mürsəlin nəbiyyənə Muhammedin və alə alihi və sahbihi ecmaîn. Qavluhu sallallahu aleyhi və səlləm min husnil islamil mər'i ey min tamami dinihi. Fədəllə alə ennəd-din yəkunu tamman və yəkunu naqisan bi hasabi təsərrüfati sahibihi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, kişinin İslamının gözəlliyindəndir ki, ona aid olmayan şeylərə tərk etməsi. Və hədisin bu hissəsi ki, min husnil islamil mər'i, kişinin İslamının gözəlliyi. Yəni burada Peyğəmbər sallallahu aleyhi və səlləm dediyində qəsd budur ki, yəni dinin tamamlığı. Və bu dəlalət edir ki, hədisin bu hissəsi dəlalət edir ki, din tam olur, bəzən də naqis olur, yəni onun sahibinin davranışlarına görə. Vəl muslimu yahtəmu bi ikmali dinihi və yahdəru mimmə yunqisuhu. Yəni müsəlmana lazım gəlir ki, yəni fikir versin, yəni dininin kamilliyinə və onun dinini nə naqis edirsə, o əməllərdən, o şeylərdən çəkinsin. Və qavlu sallallahu aleyhi və səlləm tərkuhu mə lə ya'nihi. Yəni özünə aid olmayan şeyləri tərk etməsi. Və mimmə yunqisu dinəl İslami ənəhu yətədəxxalu fiyhə leysə min şuunihi və mə leysə min ixtisasihi. Və yəni ki, o şeylər ki, onun dinini naqisləşdirir. Məsələn, elə məsələlər var ki, o onun işi deyil, onun ixtisası deyil. Və ləm yu'kəl ileyhi. Bu məsələlərlə o müvəkkəl olmayıbdır. Lə min nahiyyəti şər və lə min nahiyyətil xuluq. Yəni, heç bir tərəfdən, nə şərii tərəfdən, nə də başqa bir tərəfdən. Vəlləzi yənbəği aləl insani ən ya'təniyə bidinihi və lə ya'təniyə bimə leysə ləhu fihi faidə. Yəni, lazım gəlir ki, insana dininə aid olan, dini üçün faydalı verən məsələlərə diqqət yetirsin, fayda olmayan şeylərdən isə çəkinsin. Yəni, o məsələlər ki, onun dininə fayda vermir, o şeylərdən çəkinsin. Leysə mükəlləfən bil bəhth fihi. Və yaxud elə məsələlər ola bilər ki, yəni onu bəhs etməkdə, onu axtarmaqdan o mükəlləf olmayıbdır. Fəbizəlikə yəstərihu və yurihun nas əydən fələv ənən nəsə sələku hədəl məsləkə lə'azim ləhəsələl vi'am vəl-vifaq vəl-məhəbbə. Yəni, insanlar bu yolu tutub getsələr, yəni onlara mehribanlıq, həmrəylik, məhəbbət hasil olar. Və lakin yəti bə'du fuduliyyin fəyədəxxalu fi əşyəyi leysət min ixtisasihi və leysə mükəlləfən bil bəhthi fiyhə. Və bəzən isə həddindən artıq məsələlərə maraq göstərən insanlar olur. Yəni onlar bu məsələlərə daxil olurlar, hansı ki, bu onun ixtisası deyil. Bununla onlar mükəlləf olmayıblar. Bu məsələləri axtarırlar, arayırlar. Fəyəsəlu əsilətən kəthirətən lə yuhtəcu ileyh. Suallar verirlər, hansı ki, o suallara ehtiyac yoxdur. Mislə əl-bəhs fil vəqa'il vəl-həvadith əlləti vəqat və huvə leysə müəhələn əv leysə mükəlləfən. Suallar verirlər baş verən hadisələr barəsində, cərəyan edən hadisələr barəsində, yəni gündəlik baş verən şeylər olur, siyasət olsun və s. olsun, məsələlər, hər bir hansısa bir hadisə barəsində, hansı ki, onun əhli deyil, onunla mükəlləf də deyil. İmmə ənəhu leysə müəhələn li idraki əhkəmihə və məqasidihə. Yəni, ola bilsin ki, yəni o baxımdan onun əhli deyil ki, yəni onun əhkamlarını, oradakı qəsdi başa düşmür. Əv ənəhu müəhəlun və ləkinnəhu qeyru mükəlləfin bihədə. Xeyr, ola bilsin ki, əksinə də ola bilər. O, bunun əhlidir, lakin ondan mükəlləf olmayıbdır. Və kənə zəlikə şey xasən bi əhlil hilli və ləqdi. Yəni, o məsələlərdir ki, onlar qarışdıqları, o məsələlərdən alimlər və ya ictimaiyyətdə olan nüfuz sahibləri onunla maraqlana bilər və yaxud da hansısa vəzifə, hansısa məqam sahibləri. Və min zəlikə mə yəduru beynə şəbəb və beynə kəthir minən nəs fil məcalisi min tənavuli umurin təhdüthü və təhtəcu ilə nazarin min qibəli vulatul umur və uləmə və əhlüş-şən. Yəni, bəzən cavanlar məclislərdə elə mövzulardan, elə hadisələrdən danışırlar və yaxud elə şeylərdən sual verirlər ki, hansı ki, bu məsələlərə onlar yox. Bu məsələlər kimlər baxmalıdır? Əmr sahibləri, alimlər və o işin əhilləri. ثُمَّ يَتَدَخَّلُ فِيهَا مَنْ لَا يُحْسِنُهَا وَلَيْسَ مُكَلَّفًا بِالدُّخُولِ فِيهَا وَالدُّخُولُ فِيهَا يُفْضِي إِلَى الْحُدُوثِ بَلْبَلَى وَسُوءِ فَهْمِ. Yəni, bu cür yanaşma, yəni cavanların və s. insanların, bu cür yanaşanların ümumiyyətlə, yəni bu məsələlərin əhli olmadığı üçün bu məsələyə yaxınlaşdıqda onlar çaşqınlıq, qarışıqlıq yaradırlar. Və yaxud hansısa bir
pis fikir oyadırlar. Əv yuşi'ul mahzura beynən nas və kana'l mafrud annahu yustar. Yəni elə məsələlər var ki, lazımdır ki, insanlar arasında o yayılmasın. Onlar onu yayırlar bilmədən. Amma əksinə lazım idi ki, o məsələləri isə daha əfsəli oydu ki, onu lazım gələn oydu ki, onu gizləsinlər. Qala Teala: "Və izə ca'ahum amrun minəl amni aw'l xawfi azau bih." Ey nəşəruhu. Yəni onlara hansısa bir hadisə baş verdikdə, yəni qorxu və yaxud əmin-amanlıq, onu həmən yayırdılar. "Və law radduhu ilə'r-rasul." Ayənin sonrakı hissəsində ki, "Və law radduhu ilə'r-rasul." "Er-raddu ilə'r-rasul fi hayatihi, er-raddu ilayhi şəxsiyən. Amma ba'da vəfatihi fa innar-radda yakunu ilə sünnətihi." Amma ayədə Allah Taala deyir ki, əgər onlar onu Rasula qaytarsaydılar, Rasula qaytarmaq onun həyatında şəxsinə idi. Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından sonra onu qaytarmaq isə onun sünnəsinə qaytarmaqdır. Və hada min şanil ulama humellezina yuhsinuna radda ila sünnəti Rasul sallallahu əleyhi və səlləm. Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə məsələni qaytarmaqda isə, yəni onu ən gözəl şəkildə qaytaranlar kimlərdir? Alimlərdir. Sonra isə deyir ki, və ulul əmri minhum, və sizin aranızda olan əmr sahibləri. Minəl ulama və minəs-siyasa vəl-qadat və ashab es-siyasa ellezina yumarisuna hadihi'l əşya və yasduruna fiha an ra'yin və yakunu litədəxxulihim fiha faidə və hulul. Yəni ondan sonra deyəndə ki, aranızda olan əmr sahibləri, yəni bura həm əmr sahibləri, həm alimlər, həm bu məsələni bilən, bu məsələnin əhli olan kəslərdir. Hansı ki, onlar bu məsələlərdən, bunlara qarışdıqda onlar hansısa bir, onların nəticəsində, onların səyi nəticəsində hansısa bir fayda və məsələnin həlli hasil olur. Əmməl insanul adi, əlləzi leysə müəhhələn və la mükəlləfən fə innə duxuləhu fiyhə yufsiduhə. Ancaq adi insan, hansı ki, bunun nə əhli deyil, nə mükəlləf deyil, onlar bu məsələyə daxil olduğu zaman onu ifsad edərlər, onu pozarlar. Və yuhdisu at-təşkik beynən nas fi aqvalil əhlil ilm. Və nə edir? İnsanlarda elm əhlinin və əhlil rəyi və əhlil məşura, yəni müşavirə eləyə bilənlərin, onun barəsində rəy söyləyənlərin, elm əhlinin sözləri barəsində insanlar arasında şək yayılır beləcə. Yəni avam insan bu mövzuya daxil olduqda onun fəsadı budur. Və qad yaxudu fi əhli və vulatul umur və yəddə'i ennəhum la yuhsinuna və ennəhum və yəşi'u zəlikə beynən nas kəmə huvəl vaqi vəl-ən və hədə min nəqsi dinil insani. Yəni onlar bu cür, yəni məsələlər daxil olduqda, yəni başlayırlar ki, onu, yəni o əmr sahibi barəsində və yaxud başqa, yəni o işin əhli olanlar barəsində lazımsız sözlər istifadə edirlər, bəzi şayələr yayırlar, sonra deyirlər ki, onlar bacarmadı, bunu elədi və s. Necə ki, günümüzdə bunun şahidi oluruq. Bu da insanın dininin naqisliyindəndir. Özünə aid olmayan məsələdən danışıb, yəni bu halları gətirib çıxarır. Fəyəcib aləl insani ən yəxafə alə dinihi. Amma insana lazım gələn odur ki, dini barəsində qorxsun. Madəm ki, bu dinin naqisliyidir bu şey, insan buna fikir verməlidir. Fələ yədxulu fi şeyin leysə min vəraihi məsləhə lə ləhu və lə qeyrihi. Yəni, o məsələlər ki, hansı ki, o məsələnin arxasında nə onun üçün, nə də başqaları üçün bir məsləyə yoxdursa, ona müdaxilə etməz. Bəl yəkunu məfsədə. Yəni, ola bilər ki, əksinə orada məfsədə olsun. Fəaləl muslimi ən yətəzəkkərə hədəl hədid. Lazım gəlir ki, müsəlman bu hədisi xatırlasın. Və yec'aləhu minhacən ləhu fi həyatihi fəmə kənə ya'nihi və huvə mükəlləfun bihi və yuhsinu'd-duxul fihi. Yəni o bu hədisi özünün həyat mənhəci eləsin və özünə aid olan, özü mükəlləf olan və özünün hansı ki bacardığı məsələlərlə məşğul olsun. Və yetarattabu alə duxulihi fihi mənfəətun aleyhi ənəhu yetədəxxəl. Və mə kənə ləhu la yuhsinuhu əv la yucri duxuluhu fihi və leysə mükəlləfən ən yədxulə fihi və leysə min şuunihi fəaleyhi təcənnubuhu. Yəni o məsələlər ki, orada hansısa bir fayda yoxdur, onun o məsələyə daxil olmasına özü üçün nə də insanlar üçün, qeyrilər üçün fayda yoxdur. Onu bacarmır və yaxud o bu işə əl qoysa, əl qatsa, belə necə deyirlər, yəni onun üçün heç bir xeyir hasil olmayacaq və o bundan mükəlləf olmayıbdır, o bunun işi deyil, lazımdır ki, ondan uzaq dursun. Və izə kənə yuridu xayran fəinnəhu yubliğul məsuliyyin və əhlil ilm bimə yəhdusu və bimə yəltemisu ləhul hulul. Yəni lazımdır ki, yəni o əgər hansısa bir məsələni görür və görür ki, o məsələdə hansısa bir problem ola bilər və s. Ancaq özü bunun əhli deyil, bununla mükəlləf olmayıbdır, onun əhlinə qaytarsın. Onun əhli isə bu məsələnin həlli onun əhlindədir. Fəyəkunə mücərrədə nəsih lillah və li kitabihi və li rasulihi və li əmmətil muslimin və əmmətihim və yaruddu əl-umur ilə əhlihə. Yəni, o bu cür eləsə Allaha, kitabına, rasuluna və
müsəlmanların başçılarına və avamlarına nəsihət edənlərdən olmuş olar. Və işi öz əhlinə qaytarsın. Qalə Teala: "Və law radduhu ilar-rasuli və ulil emri minhum la'alimahu allazina yastanbitunahu minhum." Yəni Allah Taala deyir ki, yəni onlar əgər Allahın Rasuluna məsələni qaytarsaydılar və öz aralarından olan əmr sahiblərinə nə olardı? İçərilərindən məsələnin mahiyyətini bilənlər, mahiyyətinə varan kəslər ondan xəbərdar olar. Fəyaruddul əmra ilə əhlihi, əmmə huvə fələ yətədəxxalu fihi bihukmin və huvə leysə min şuunihi və leysə li tədəxxulihi fihi faidə. Fəhədə hadithun azim və mənhəcun qavim ləv sara aleyhi kullu muslim ləhəsələ fi zəlikəl xeyril kəthir. Bu cür yanaşma olsa, işi əhlinə qaytarsa, özünə aid olmayan məsələlərlə məşğul olmasa, ora müdaxilə etməsə, yəni bu mənhəci insan götürsə, olduqca güclü bir mənhəcdir, olduqca lazımlı bir yoldur bu. Hansı ki, hər bir müsəlmana lazım gəlir ki, bu mənhəci özünə götürsün, çünki bunun götürülməyində ona çoxlu xeyirlər hasil olar. Və həllətil məşakil və bütün müşkilələr, bütün problemlər həll olunar. Və təəlləfətil qulub və təavanəl muslimun fīmə beynəhum və qəlblər bir-birindən bağlanar və müsəlmanların arasında yardımlaşma baş verir. Lakin izə saratul umur fawda, lakin isə özbaşınalıq baş verərsə və kullun yetədəxxalu fīmə la ya'nihi və hər kəs özünə aid olmayan bir məsələyə daxil olarsa, həsələ fi zəlikəl fəsad və şər. Bununla fəsad və şər hasil olar və ixtilafur rəy və həmçinin də müxaliflik baş verər, ixtilaflar düşər və ədəm istiqati bi əhlil hilli vəl əqdi vəl məsulin və əmr sahibləri və onun ətrafındakılar və məsul olan kəslər barəsində inamsızlıq hasil olar. Thumma tentəşiru el-fawda beynən-nas və beləcə də insanlar arasında özbaşınalıq intişar elər, yayılar. Və hada huwa vaqi kəthir minən-nas el-yawm, yəni bu hal əfsuslar olsun ki, bu gün əksər insanlarda baş verir. Təciduhum hətta fi məsailil ilm as-sa'bə التي لا يحسن الدخول فيها إلا كبار العلماء والأئمة. Yəni hətta görürsən ki, bəzi insanlar elm məsələlərində də, hansı ki, çətin məsələlər barəsində də, yəni onun əhli olmadan o məsələlərə daxil olurlar, hansı ki, bu məsələ böyük alimlərin, imamların məsələləridir. Təcidu siğarət tullab vəl-mütəallimin yətədəxxəlunə fiyhə. Yəni görürsən ki, kiçik tələbələr, bilənlər, yəni bu məsələlərə daxil olurlar. Və yuhillun və yuharrimun. Yəni bəzi məsələləri neynilər halallaşdırırlar, bəzini haramlaşdırırlar və yuftuna bi qeyri ilm. Allahın dinindən elmsiz olaraq fətva verirlər və bi qeyri basira. Həmçinin bəsirətsiz danışırlar. Fəyəcibu ən yuttəxədə hədəl hədithu mənhəcən və məsləkən li kulli muslim mütəəllim mən kənə əv cahilə. Ancaq hədisə gəldikdə isə vacibdir ki, hər bir müsəlman bu hədisi özünün mənhəci eləsin. Fərqi yoxdur, o müsəlman yəni məsələlərdən xəbərdar bir kimsədir, yoxsa cahil kimsədir. Subhanəkəllahumma və bihamdikə əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.